İfadələrdə mötərizələrin açılması. Ədədi ifadələrdə biz birinci mötərizənin daxilini hesablayıb, sonra digər ədədlə toplaya bilərik. Dəyişənli ifadələr, yəni buna amma biz mötərizəni açaraq da hesablaya bilərik. Yəni belə yadda saxlayaq ki, qarşısında müsbət işarəsi olan mötərizələri açarkən mötərizələri atırıq, daxildəki ifadələr olduğu öz işarəsi ilə yazılır. Yəni ki, tutaq ki, A üzərinə gəl, bizə belə bir ifadəmiz verilib, B üzərinə gəl, C. Sadəcə mötərizələri atırıq və digər dəyişənlər öz işarəsi ilə qalır. Və ya A üzərinə gəl, B minus C ola bilər. Yenə mötərizəni atırıq, A üzərinə gəl, B minus C. Hər birinin öz işarəsi qalır. Lakin mötərizənin qarşısında mənfi işarəsi olarsa, daxildəki toplananlar əks işarə ilə yazılır. Gəlin nümunələr üzərində baxaq. Yəni, tutaq ki, A minus B üzərinə gəl C bərabərdir A. B-nin işarəsi qarşısında heç nə yoxdursa müsbət deməkdir də. Əksini yazmalıyıq, minus B. Bu minus da bu B-nin işarəsi deməkdir. C-nin işarəsi müsbətdir deyə minus C olacaq. A minus B minus C. Yenə A minus B, C-nin işarəsi də dəyişir, üzərinə gəl C olur. Və ya belə ola bilər. A minus minus C. Yenə B-nin işarəsi mənfidir deyə əksin olacaq müsbət. C də mənfidir deyə üzərinə gəl C şəklində olacaq. İndi gəlin çalışmalara baxaq. Mötərizəni açmaqla hesablayın. Mötərizə daxilindəki ifadənin qiymətini tapıb hesablamaqla cavabı yoxlayın. Yəni A bəndində yazırıq 13, üzərinə gəl 17, üzərinə gəl 66. 13 ilə 17, 30, 30 ilə 66, 96. 28, üzərinə gəl 12, qarşısı müsbətdir deyə sadəcə mötərizələri atdıq. 40, 40-dan da 18 çıxanda 22. C bəndində isə yenə qarşısı müsbətdir deyə 17, üstə gəl 6. Bu olacaq 67-dən də 17, 50, bu da 56. D bəndində 23, qarşısında mənfidir deyə hamısı dəyişəcək. Minus 8, minus 12. 23-dən 3, 20, 20-dən 8, 12, 12-dən də 12, 0. Y bəndində 15, minus 15 yeni işarələrimiz dəyişəcək. Qarşısı mənfidir deyə 15 və mənfi 15 əks ədədlərdir. Bunlar 0 oldu. 31 ilə də 5, 36. F bəndində 32 minus 12 yenə qarşısı mənfidir deyə işarələrimiz dəyişəcək. 20 ilə də 21, 41. G bəndində 53 minus 23 yenə işarələr dəyişəcək. 53-dən 23, 30, 30-dan 10, 20, 20-dən də 7, 13. 18 yenə işarələrimiz dəyişəcək. Üzərinə gəl 10. 18-dən 8, 10, 10-dan 5, 5, 5 ilə də 10, 15. 2-də mötərizələri açın və mümkün olduqda sadələşdirin. A bəndində 7, üzərinə gəl x minus 5. Baxırıq ki, burada 2 dənə ədəd var, yəni 7 minus 5 üzərinə gəl x yazarıq, 2 üzərinə gəl x. Bunu sadələşdirmək oldu. B-də isə qarşısı mənfidir deyə işarələrimiz dəyişəcək. Yenə 11 üzərinə gəl 3 minus x. Bax, bu x-in qarşısı mənfidir. Sadəcə öz işarəsi ilə yerini dəyişir. Olur 14 minus x. C bəndində x üstə gəl, x üstə gəl 10. X-dan eyni dəyişənlərdir. 2 ədəddir. 2x üzərinə gəl 10. D bəndində x üzərinə gəl 3 minus x. Qarşısı müsbətdir deyə işarələr dəyişmədi və x ilə mənfi x əks ədədlərdir. Bunlar 0 oldu. Cavabımız olur 3. Y bəndində qarşısı mənfidir deyə işarələrimiz dəyişəcək.
Burada başqa sadələşdiriləsi bir şeyimiz yoxdur. F-də isə yenə qarşısı mənfidir deyə işarələrimiz dəyişir. Bunu dəyişənləri bir yerə yığaraq bu şəkildə də yaza bilərik və ya olduğu kimi də qala bilər. G bəndində qarşısı mənfidir deyə işarələr dəyişəcək. Üstə gəl K minus M. 17-dən 12, 5 üzərinə gəl K minus M. Belə də qalır. H bəndində isə yenə 21 işarə mənfidir deyə dəyişəcək. Üstə gəl X, üstə gəl Y. Bu olur mənfi 10. Üzərinə gəl X, üzərinə gəl Y. Üçüncüdə mötərizələri açın. Olduğuna görə ifadənin birinci A bəndində qarşısı müsbətdir deyə olduğu kimi qalır. İndi bizə görürsünüz, burada verib X üstə gəl Y 4-ə bərabər. Yəni bunun yerinə 4 qoyuruq. 4 minus 7, o da oldu mənfi 3. B bəndində X minus 3, artıq işarəmiz dəyişir. Yenə dəyişənləri bir yerə yığaq. Bu bizə 4 verib, özü 4 minus 3 bərabərdir 1. Yəni şərtdə onu 4 verib bizə. X üstə gəl 5, üzərinə gəl Y minus 12. Hər ikisi mötərizənin qarşısı müsbətdir. Yəni heç nə yoxdursa da bu müsbət kimi qəbul olunur. Mötərizələri sadəcə atırıq. İndi dəyişənləri bir yerə qruplaşdırsaq, üzərinə gəl 5 minus 12-dir. Yəni X üstə gəl Y minus 7. Yenə bunu bizə 4 verib. 4 minus 7 bərabərdir mənfi 3. D bəndində mötərizəni açdıq. Birinci müsbətdə olduğu kimi qalır. İkincinin qarşısı mənfidir deyə işarəmiz dəyişəcək. Yenə dəyişənləri bir yerə yığsaq. 8 minus 3, yəni X üstə gəl Y minus 11 qalır. X üstə gəl Y-də 4 verir. 4 minus 11 bərabərdir mənfi 7.